Minimum əmək haqqı ilə bağlı yeni qanun layihəsi müzakirə olunur. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında bildirilib ki, layihəyə əsasən minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşdirilməsinin dövriliyini təmin edəcək. Minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılır. Bu olduqca vacib bir dəyişiklikdir. Bizim indiyə qədər qanunumuzda, yenə deyirəm, bu dövrilik nəzərdə tutulmurdu və əslində bizdən tələb olunan da bu dövriliyin il müddəti ilə bağlı deyildi. Amma biz ən minimum bir müddəti götürmüşük. Bu da bizim dediyimiz reytingdə səviyyəmizin daha da yüksəyə qalxmasına səbəb olacaqdır.